Rusiyanın Ukraynaya hücumları artıq 4 ilə yaxındır ki, səngimir. Sülh danışıqlarının da ləngidiyi görünür. Proses sanki havadan asılı vəziyyətdə qalıb. Moskva günlərdir Kiyevə ardıcıl zərbələr endirir. Paytaxtda ballistik raketlərlə hücum olunur. Kiyevdə 335 mindən çox sakin elektrik enerjisiz qalıb. Havanın temperaturunun aşağı düşməsi isə vəziyyəti daha da pisləşdirib. Ukrayna rəsmiləri bildirirlər ki, Moskvanın enerji infrastrukturuna hədəfə alması nəticəsində ölkənin 5 bölgəsində elektrik enerjisi kəsilib. Kiyevdə əhalinin qızınması üçün xüsusi çadırlar qurulur. Onlar bu yolla müvəqqəti çadırlarda istilik və elektrik enerjisindən yararlana bilirlər. Belə bir vaxtda Rusiya Qəzzada sülhün bərpasında iştirak etmək üçün təklif alıb. Birləşmiş Ştatların prezidenti Donald Trump Moskvaya sülh şurasına qoşulmaq üçün dəvət göndərib. Rusiyanın Ukrayna ilə müharibə apardığı bir vaxtda Yaxın Şərqdə sülhün qorunmasında iştirak etməsi ehtimalı təəccüb doğurur. Ukraynada daşı daş üstündə qoymayan Moskvanın indi Qəzzada bərpa quruculuq işlərinə nəzarət edəcəyi gözlənilir. Donald Trump BMT-ni əvəz etməyə çalışır. Onun hər hansısa bir beynəlxalq təşkilata rəğbəti yoxdur. Hazırda başqa bir Avropa ölkəsini işğal edən dövləti şuraya dəvət etmək ironikdir. Məncə bu bir zarafatdır. Rusiyanın Qəzzanın yenidən qurulmasına töhfə verəcəyini düşünmürəm. Rusiyanın Qəzzada sülhün bərpasında iştirakı idarə heyətinin nəzərdə tutulan gündəliyi ilə bağlı daha çox sual doğurur. Moskva indi bütün nüansları araşdırdığını açıqlayıb. Ukrayna ilə müharibə Rusiyanı qərbdən uzaqlaşdırıb. Bu səbəbdən Moskvanın zaman-zaman Körfəz ərəb dövlətləri ilə yaxın münasibətlər qurmağa çalışdığı bildirilir. Eyni zamanda Donald Trump'un bu dəvətinin bölgədəki sabitliyi qorumağa cəhd etməsi sayıla bilər. Çünki Rusiyanın kənarda aktorlar vasitəsilə prosesi poza biləcəyi ehtimalı var. Həmçinin Moskvanın Həmasla da əlaqələri var. Rusiyanın Ukrayna ilə müharibə apardığı bir vaxtda Moskvanın hər hansısa bir sülh şurasında yer alması həqiqətən qəribə görünür. Bu qeyri-müəyyəndir. Əgər Kreml 1 milyard dollar xərcləməyə hazırdırsa, Vladimir Putinin orada yer alması qərblə təmasda olan nümayəndələrə çətinlik yarada bilər. Lakin bəzi Avropa ölkələrində sülh şurasının yaradılmasına dair narazılıqlar ortaya çıxıb. Onlar şuranın BMT-yə qarşı qurulduğunu və daha geniş səlahiyyətlərə malik olacağı qənaətindədir. Bu qurum indiyə qədər mövcud olan ən böyük və nüfuzlu şura kimi yaradılır. Şuranın Qəzza problemindən sonra digər münaqişələrin həllinə də kömək edəcəyi bildirilir. Reuters yazır ki, sülh şurası Donald Trump'ın bitirdiyi digər münaqişələrə də nəzarət edə bilər. Trump administrasiyası sülh şurasının əhatə dairəsini genişləndirmək istəyir. Hətta mövcud BMT sisteminin dəyişdirilməsi barədə danışırlar. Beləliklə Qəzza bu məsələlərin başlanğıcı ola bilər. Amma bu, Trump administrasiyası üçün sülh sərhədinin sonu deyil. Çoxtərəfli qurumların yerini dəyişdirmək kimi ikinci dərəcəli rol ala bilər. Analitiklərin fikrincə, Rusiya Qəzzanın bərpası üçün 1 milyard dollar ayırmayacaq. Tarix göstərir ki, Moskvanın sülh göyərçini rolu əvvəllər də müşahidə olunub. Rusiya Gürcüstanı işğal edəndən sonra Suriyada sülh zəmanətçisi kimi çıxış edib. Proqnozlara əsasən Moskvanın sülh şurasına dəvət olunması həm də siyasi barterdə ola bilər. Birləşmiş Ştatlar Rusiyadan Yaxın Şərqdə sabitlik yaratmasını istəyərək Vaşinqton əvəzində Ukrayna böhranını həll edə bilər. Lakin Ağ Ev rəhbəri Donald Trump şuraya üzvlük ilə bağlı bir sıra ölkələrə dəvət göndərdiyini bildirib. Odur ki, quruma üzvlərin sayında dəyişiklik edilə bilər.